Maddi sıxıntılara görə Avropaya uşaqlar çıxarda bilmirik, Avropada yarışlara qoşula bilmirik, belə çətinliklər var. Hansı ki, çempionat öz yerində, amma xarici ölkələrə, hansısa bir xarici turnirlərə qoşulsa uşaqlar daha çox inkişaf eləyərlər. Mən elə fikirləşirəm ki, inkişaflar daha çox olar. Ona göre de orada sıkıntı vardı. Uşaklar 17-18 yaşında görür ki bende alınmır. Gidipler kendilerine iş tapıplar, pul kazanırlar. Ama istidatlı olanlarını bir daha dediğim gibi özel programlarla çalışırıq ki futbolumuza kazandıralım. Hətta istədiyim hal-hazırda məhəllələrdə də bir dəqiqə gedib araşdırsaq çox istedadlı uşaqlar var. Sadəcə o uşaqları üzə çıxartmaq lazımdır. Azərbaycanda belə uşaqlar çoxdur. Yəni, Azərbaycanda yetərincə var. Sadəcə 13, 14, 15 yaşına gələndə bu böyük problem. Bunların əsas səbəblərindən biri də elə bizi özümüzük, məşqçilər. Məşqçilərimizin yetərincə, belə deyək, ali təhsilli olmamağı, yəni bizim özümüz xarici getməliyik, kurslar keçməliyik, yəni özümüzü inkişaf elətdirməliyik ki, biz də uşaqların nəsə inkişafına töhfə verə bilək. Bunu stadionu vurğuladıq, amma gəl bu tərəfi də vurğulayaq. Mümkün olsa bu uşaqları Avropaya çıxartmaq lazımdır. Təbii ki, bu bizim əlimizdə olan bir şey deyil, bizim bu maddi vəsait əl vermir, biz bunu eləyək. Amma istəyərik ki, insanlar olsun ki, elə bir hansısa bir məsələn bank, hansısa bir nə bilim bir şirkət buna diqqət ayırsın.